Məktəblərin hamısına, kollektivinə, hamısına minnətdaram. Və ali məktəblərdə puxtələşir. Elnur da bax bu yerləri keçir, auditoriyalarda puxtələşmişdir və tam vətənpərvər iki proqram olmuşdur. Mən universitet rəhbərliyinə də, kollektivinə də dərin minnətdarlığımı bildirirəm. Və ictimaiyyət, şəhər ictimaiyyəti iştirak edirlər. Onlara da minnətdarlığımı bildirirəm. İctimaiyyətdə də daha çox özünü tanıyırsan, özünü sübut edirsən. İctimaiyyətdə də özünü sübut eləmiş ki, evimiz kimdir? Şəhərli kim olarlar, tarixi kinolarımızda da iştirak edir. Və onu da deyim ki, Elnur həm də həvəsli fotoqraf olur. Özü burada yoxdur. Azərbaycan Fotoqraflar Birliyinin sədri var. Mirnaib Həsənoğlu daha doğrusu belədir. Onun da neçə dəfə tədbirlər keçirib, bir də sizin universitetdə tədbir keçirib. Yəni deməyim odur ki, şəhid unutmayanlar var. Sağ olsunlar, onların hamısının qarşısında baş əyirəm. Sağ olsunlar, şəhidlərimizin çoxsu deyil, boyun borcumuz var. Amma o qədər boyun borçları olanlar var ki, o boyunluğun altına girmək istəmirlər. Ancaq kim ki şəhidlərini unutmur, minnətdarım. Allah onları unutmasın. Çox sağ olun, hamımıza minnətdarım.